ictimai daxil olan kimi tez-tez eşitdiyimiz suallardan, etirazlardan da biri bu olur ki, nə üçün ya Hüseyn deyirsiniz? Bəzən də döyüş meydanına girən inanclı bir idmançının öz qələbəsini qeyd edəndə meydanda ya Əli, ya Hüseyn deməsi bəzilərini narahat edir. Cavab: 1. Ya Hüseyn deməkdən əgər eşitməməyinə görə narahatsızsa, o sizi necə eşidir? Quran-ı Kərimdə Allah Teala Bəqərə surəsində buyurur ki, şəhidlərə ölü deməyin, onlar diridir. İmam Hüseyn İslam şəhiddir və bizi eşidir. 2. Deyirsinizsə, o sizə kömək eləməklə Allahın əvəzinə çağırıb. Şirk deyirsinizsə, xeyr, heç kəs İmam Hüseyni çağıranda, şüar verəndə, ya Hüseyn, ya Əli deyəndə onları Allah olaraq çağırmır. Kim onları Allah olaraq çağırarsa, yaxud Allahla birgə, Allahla yanaşı çağırarsa, onda bu qadağan olunur, şirk hesabı oluna bilər. 3. Peyğəmbər sahabələrdə döyüşə girəndə, döyüş meydanında İbn Kəsir Əl-Bidayə və Nihayə kitabının nəqlinə əsasən, Təbəqatul Kubra kitabının nəqlinə əsasən, o cümlədən Cəlaləddin Suyutinin Cami-ül Səğir kitabına əsasən döyüşdə sahabələr, hətta Xalid ibn Vəlid də o döyüşdə ola, ya Muhammedah deyirdilər, sallallahu aleyhi və alihi və səlləm. Onlar kimi çağırırdı? Onlar şirk edirdimi? Peyğəmbər eşidirdimi? Peyğəmbər axı döyüşdə həmin vaxtı yox idi. Peyğəmbər həmin vaxtı dünyasını dəyişmişdi. Müsəlləmə-i kəzzabla olan döyüş Peyğəmbərdən sonra olmuşdur. Buna cavabınız nədir? Və son. Bugün ya Hüseyn deyənlər, ya Əli deyənlər həm döyüş meydanında, həm də Fələstində, Qəzzədə məzlum müsəlmanlar müdafiəsinə qalxıblar. Sizə də sözümüz budur. Siz ya Hüseyn, ya Əli deməyin, ya Allah deyin, gedin Fələstində körpə uşaqları müdafiə edin.